Salam, hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız tibb üzrə fəlsəfə doktoru, dosent, cərrah Səkinə Xudiyevadır. Bugün biz cərrahiyyə və estetik cərrahiyyədən danışacağıq. Amma ilk öncə mən istərdim ki, 15 il cərrah kimi təcrübəsi olan, çox maraqlı yeniliklər də edən, eyni zamanda tələbələr hazırlayan Səkinə Xudiyevanı yaxından tanıyaq. Doktor, siz çox çətin sahəni seçmisiniz bir qadın olaraq. Və necə oldu bura gəldiniz və bu vaxta kimi biraz nələrə imza atmısınız və qadın cərrahı, yaxşı cərrahı seçmək üçün nəyə fikir verməliyik və bir qədər özünüzü tanıdaq. Çox sağ olun. Əslində əlbəttə ki, mən istəyərdim özümü təqdim edim, çünki bizi izləyən ümumiyyətlə mənim pasiyentlərim bu haqqda biraz az məlumatlıdır. Çünki qadın cərrahı olaraq Azərbaycanda bir çox düz dediniz ki, yenilikləri və əməliyyatlara imza atmışam. 2006-cı ildə Tibb Universitetini bitirdikdən sonra 2010-cu ildə mən ümumi cərrah kimi fəaliyyətə başlamışam Həkimlər Təkmilləşmə İnstitutunda. Həkimlər Təkmilləşmə İnstitutunda elmi fəaliyyətim olubdu və bu illər ərzində 15 elmi məqaləm, bir elmi kitabım olubdu. Amma biz universiteti bitirən zaman internatura olduğundan internatura keçərək ümumi cərrah kimi bitirmişik və daha sonra işlədiyim Həkimlər Təkmilləşmə İnstitutunda kafedranın dosenti vəzifəsinə təyin olunmuşam. Bu zamanda biz həkim olaraq, kafedra dosenti olaraq dərslər deyilirdi Həkimlər Təkmilləşmə İnstitutunda. Bu səbəbdən plastik cərrahiyyə mərkəzi yaradıldı, kafedra yaradıldı və məni ora Həkimlər Təkmilləşmə İnstitutunun kafedrasının plastik rekonstruktiv cərrahiyyə şöbəsinə qəbul müdiri qoydular, qəbul şöbə müdiri qoyuldum. Bu illərdə də 2 rezidentim var, 2 plastik cərrah rezidentim var hal-hazırda. Onlar plastik cərrah kimi də fəaliyyət göstərirlər. Bu da bir sevindirici haldır ki, mənim hazırladığım, deyərdim, tələbələrim Azərbaycanda plastik cərrah kimi fəaliyyət göstərə bilirlər. Hal-hazırki dövrdə rezidentura fəaliyyəti olduğundan, rezidenturadan sonraki dövrdə ixtisas verildiyindən bizlər ümumi cərrah kimi öz ixtisasımıza davam edirik. Amma plastik cərrah kimi mən işləmişəm, 10 il plastik cərrah işləmişəm və plastik cərrah sertifikatım olubdu. Plastik cərrah kimi də qadın həkim olduğumdan çox pasiyentlərim olub, hətta deyərdim bəlkə də say hesabı bilinməyən bir əməliyyatlarım olub ki, pasiyentlər hətta bir gəlirlər, doktor 10 il öncə məni əməliyyat etmisən, doktor 7 il öncə məni əməliyyat etmisən, bu əlbəttə mənim üçün bir sevindirici haldır. 10 il öncə əməliyyat edəndə, xüsusən də qadın cərrah, qadınların bədənlərini şəkilləndirmə, onlara gözəllik qatma, yəni necə oldu ki, buna məhz gəldiniz? Yəni xaricdə var idi, bizə təzə başlayırdımı? Necə diqqətinizi çəkdi və bildiyim qədərilə ilk xaricə gedib oradakı təcrübələri öyrənib gələnlərdən də ilk pionerlərdən biri siz olmusunuz. Açığı mən sizə deyim, bu mənim öz istəyimdən öncə dövlət tərəfindən təyin olundum bu vəzifəyə. Bu vəzifəyə təyin olunduqdan sonra mən öz hesabıma xarici ölkələrdə praktika keçdim. 6 ay, 1 il, 3 ay, 2 ay, yəni bu dövrlərdə konferanslarda iştirak eləmişəm. Hal-hazırki dövrdə Azərbaycanda kadavra əməliyyatları dəbdədir. Bu əməliyyatları biz 10 il öncə xarici ölkələrdə öyrənmişik, yəni kadavra üzərində, meyid üzərində. Bəli, bu əməliyyatları öyrənmişik. Ondan sonra Azərbaycana geri dönüş edib və öz xalqımızın deyərdim ki, övladlarına, yəni təhsil verdiyim üçün bunu deyirəm, xalqımızın övladlarına bu dərsləri demişik, bacardığımızı, öyrəndiklərimizi tədris etmişik və əməliyyatlar da icra olunubdu. Yəni bu sənətə tam yiyələndən sonra mən bu əməliyyatları icra eləmişəm. O dövrdə plastik cərrah deyilən bir elmi adımız yox idi. Yəni ümumi cərrah gedirdi və həmin əməliyyatları da elmi rəhbərlərimiz tərəfindən icra olunurdu. Yəni qarın gərmə, diastazın yığılması, bu tip əməliyyatlar icra olunurdu. Sinədə hər hansı bir lipomanın götürülməsi, hər hansı bir şişkinliyin götürülməsi, bu əməliyyatlar icra olunurdu. Amma tam olaraq mənimsəmək üçün biz xarici dövlətlərə müraciət elədik. Orada kurslar keçdik və Azərbaycanda bu
əməliyyatları bəli icra eləməyə başladım. Əməliyyatları icra eləməyə başlayan zamanda doğrudan da ehtiyac var idi bunlara. Bu müraciətlər çox idi. Əməliyyatlar getdikcə dəb halına düşmüşdü. Başqa ölkələrdə gedib əməliyyat olunmaq həm maddi cəhətdən, həm də mənəvi cəhətdən bizim yəni xanımlarımız üçün düzgün hesab olunmurdu. Yəni əməliyyat getdin, bir həftə olundu və ölkəyə qayıtmalısan. Amma ölkəmizdə olan əməliyyatlardan sonra həkim tərəfindən baxış, düzgün xəstəyə qulluq daha uzun müddətli ola bilirdi deyə, hər halda xanımlarımız Azərbaycanda əməliyyat olunmağa üstünlük verdilər və beləcə biz fəaliyyətimizi davam elətdirdik. Bu günə qədər də mən cərrah kimi işləyirəm və öz praktikamda gördüklərimi də tədris etmək üçün də hazıram. Doktor, bu 15 illik cərrahiyyə fəaliyyəti dövründə bildiyim qədərilə xəstə itkiniz olmayıb. Çox şükür ki, xəstə itkim olmayıbdı. Mən deməzdim, hər bir həkimin, yəni bu bütün həkimlər, heç bir həkim deyə bilməz ki, mənim ağırlaşmam olmayıbdı. Yəni ağırlaşma dediyin əlbəttə ki, biz müəyyən bir klinikalarda çalışırıq və hesab edirəm ki, bu klinikada çalışan zaman daha avadanlıqlara diqqət yetiririk. Yəni əməliyyat zamanı icra eləyəcəyimiz, məsələn, mən texniki avadanlıqlara çox üstünlük verirəm. Müasir avadanlıqlara çox üstünlük verirəm. Çünki icra etdiyim əməliyyatlar bunu tələb eləyir. Həmçinin də pasiyenta ilkin düzgün yanaşılma. Pasiyentə düzgün yanaşılma olduğu zaman əməliyyatdan sonraki dövrdə normal olur. Əməliyyatdan sonraki dövrdə asanlıqla pasiyent bunun öhdəsindən gələ bilir. Dediyim kimi, bəlkə hərdən deyirəm, mən Sovet vaxtı işləyən həkimlərdən olmuşam. Bizim dönəmdə pasiyent mütləq olaraq müayinələrdən keçdikdən sonra konsultasiya olurdu. Mütləq olaraq həkim, professor biz bunu öz aramızda müzakirə edirdik. Bu xəstəyə hansı əməliyyatları icra etmək olar? Və mən indi də pasiyenti əməliyyatdan öncə müayinə edirəm. Müayinələr olunur, analizlər, kardioqramma, rentgen və yenə də narkoz həkimimlə, terapevtlə məsləhətləşəndən sonra bu pasiyentə hansı əməliyyatlar icra oluna bilər və ondan sonra o əməliyyatları icra edirəm. Yəni kör-körənə pasiyent gəldi, məni abdomen elə, lipo elə və yaxud da ki, hər hansı bir əməliyyatı icra elə. Əlbəttə ki, biz bu yəni istəkləri tam yerinə yetirə bilmirik bəzən. Doktor, o zaman belə deyək də, bəs bu qədər ağırlaşmaların bir mütəxəssis olaraq baxanda bu, təbii ki, siz olmadınız təkcə, sonra bu sahəyə maraq artdı, çoxlu həkimlər çıxdı, qeyri-peşəkarlar da çıxdı. Birinci o deyək ki, yaxşı, indi bu qədər çox həkimin içindən, istər ümumi cərrah, istər plastiklə məşğul olan, pasiyent ilk növbədə ilk 5-lik nəyə fikir verməlidir ki, bu həkimi seçim? Yəni bircə səhifəyə baxım, işlərinə baxım, onu deməyək. Əlbəttə sosial şəbəkə əsas deyil. Diqqət yetirsəz, bütün dünya plastik cərrahlarının, ümumiyyətlə ümumi cərrahlar və yaxud da terapevtlər deyərdim, hər birinin səhifəsində ümumiyyətlə müalicəyə aid heç nə yoxdur. Yəni icazə verilmir. Amma bizim ölkədə sağ olsun şərait yaradıblar dövlətimiz tərəfindən ki, həkimlər özlərini təqdim edirlər bu sosial şəbəkə ilə, həm də maarifləndirmə işləri gedir. Yəni bir vaxtlar, zamanlar var idi ki, doğrudan da maariflənmək üçün hər birimiz, şəxsən mən özüm də sosial şəbəkədən istifadə eləyirdim. Danışıqlara, həkim danışığına, həkimin verdiyi məlumat mənim üçün çox maraqlı idi. Amma buna sui-istifadə edən həkimlər oldu. Bəzən orada verəcəkləri məlumatları düzgün olmayaraq çatdırdılar və yaxud da öz ixtisaslarına uyğun olmayan bir məlumatlar çatdırdılar ki, bu da hər halda gəldi, belə bir vəziyyətə çıxartdı. Mən açıq deyim, cərrah olmayanlar da bilirsiniz yəqin ki, cərrahiyyə ilə məşğul olmağa başladılar. Hətta diplomu olmayan, sertifikatı olmayan həkimlərimiz bugün cərrah kimi özünü təqdim edir və etməkdə davam edirlər. Buna görəm də bildiyimiz ağırlaşmaların çoxusu da elə o həkimlərin əlində oldu. Yəni həkim olmayan təbəqənin deyərdim əlində
əlində oldu və o da bizim işimizə təsir elədi. Görəsən mənim gedəcəyim həkim hətta mənə də sual verilir. Sizin diplomunuz var və mən bəzi həkimlər diplomlarını təqdim elədilər sosial şəbəkədə, sertifikatlarını təqdim elədilər. Mən açığı fikirləşdim ki, yox, xalqımız yəni məni bir həkimlikdən öncə müəllim kimi də, yəni pedaqoq kimi də tanıyır. Çünki mən hər zaman özümü təqdim eləyən zaman qeyd eləyirəm ki, mən həm pedaqoqam, həm cərraham. Yəni tibb üzrə fəlsəfə doktoru olmaq üçün bir alimlik dərəcən olmalıdır, elmi məqalən olmalıdır, dediyim kimi bir kitabın olmalıdır. Bu baxımdan mən hər zaman özümü təqdim, mən düşünürdüm ki, məni izləyənlər bunu bilir, amma sonralardan sosial şəbəkəni izləyən zaman gördüm, yox, xanımların çoxusu doğrudan da bilmir və bu çıxışımız da bir maarifləndirici olar ki, hamıya biz təqdim eləyərik ki, yox, Səkinə Xudiyeva tibb universitetini bitiribdi, cərrahiyyəni bitiribdi. Dediyim kimi, plastik cərrahiyyə mərkəzinin mən qəbul şöbə müdiri olmuşam. Bu illər ərzində çoxlu plastik əməliyyatlar icra eləmişəm. Bu da gəlib harasa bir 10 ilə çıxır. Yəni 10 il müddətində iş fəaliyyətim 15 ilə çıxır, amma 10 il müddətində plastik cərrah kimi çalışmışam. Doktor, sosial şəbəkələr demişkən, elə aləmin qatan sosial şəbəkələri oldu. Həkimləri biraz gözdən salmaq kampaniyaları oldu. İnsanların yeri gəldi, yeri gəlmədi, doğru, dürüst, yalan şikayətləri, şəkillər falan. Sosial şəbəkələr biraz həkimlərin imicinə biraz xələl gətirməyə başladı. Bu şikayətlərin hansının düz, hansının doğru olduğunu belə artıq biz jurnalistlər belə fərqləndirə bilmirik. Bir çox həkimlər bunu izah edir ki, mən deyiləm falan. Məsələn, mən bir faktı danışım istəyirsinizsə, bir məşhur stilistlərdən biri paylaşdı ki, mənim burun əməliyyatım uğursuz olub və ilk onu əməliyyat edən həkimin belə adını uğursuzluqda çıxartdı ki, yəni sonuncudan razıyam. Amma halbuki baxdıq ki, bu şəkillərdə çox normal şəkildə böyük burun əməliyyat edib və doğrudan yaxşı əməliyyat eləmişdi və həkim də açıqlama verdi. Belə bir tendensiya yaranıb. Elə bir əməliyyat olur xəstə, normal əvvəl sonra şəkilləri olur, həkimə xeyir-dualar eləyir, həkimə rəylər göndərir, sağlam, gözəl şəkildə gedir və 3 il, 5 il, 6 il keçir və birdən-birə sizin kiminsə xəstəsi çıxır ki, yox, mən bunun əməliyyatım yaxşı çıxmadı, bədən əməliyyatım yaxşı çıxmadı. Şikayətlər baxımından onu necə fərqləndirək və buna münasibətiniz necədir? Və sizdə də olubmu ki, məsələn 5 il sonra deyib ki, mənim bədən şəkilləndirməm nəsə yaxşı olmayıb və cərrahın da adını çıxardıb, adını çəkib ki, filan kəsə görə olub. Bəli, bu mənim də çox başıma gəlibdi. Pasiyenti əməliyyat icra eləmişik. Əməliyyatdan sonraki dövr təşəkkürlərimiz olub. Hətta güllə, şirniyyatla, tortla bizim yanımıza gəlib mənə qadınlıq bəxş elədin, mənə gözəllik bəxş elədin deyənlərimiz olubdu. Bir müddət keçəndən sonra isə sən məni yaxşı əməliyyat etməmisən, mən kökəlmişəm, mənim bədənim 2 ildən sonra, 3 ildən sonra, hətta bir pasiyentimiz 4 ildən sonra yaxınlaşıbdı ki, mənim kökəlmə səbəbim sənin məni düzgün əməliyyat etməməyin olubdu. Hər halda izləyicilər bu tip çıxışlara özləri də daha düzgün qərar verə bilirlər ki, düzgün danışılır və yaxud da ki, bu pasiyent öz dediklərində sadəcə olaraq iftira edir həkimə. Yəni, bəzən mən öz tərəfindən baxanda açığı pasiyenti qınamamağa çalışıram ki, bu kökəlibdir və deformasiya olur və fikirləşir ki, mən axı 3 il bundan öncə çox gözəl əməliyyat elətdirdim özümü. Nəyə görə bu bədənə sahib olmalıyam? Amma onun günahını həkimdə axtarmasınlar. Onun günahını bir özündə axtarsın ki, bu nə səbəbə yaranıbdır? Çünki orqanizmdir. Biz insan orqanizmindən işləyirik və bu zaman dəri və dərialtı toxumadır. Əlbəttə, həddindən artıq çox qidalanmanı pozsan, pəhrizi pozsan, kökəlmə baş verəcək. Belə bir qaranti yoxdur. Dünyanın heç bir yerində elə bir qaranti yoxdur ki, mən əməliyyatdan sonra kökəlməyəcəm, mən sənə elə bir əməliyyat eləyəcəm ki, sən kökəlməyəcəksən, səndə deformasiya olmayacaqdır. Çünki əməliyyat olunmamış xanımlar, yəni özümüzə də diqqət etirsək, ilk keçdikcə bədən quruluşumuzda dəyişikliklər olur. Bu il başqa bir bədən quruluşuna sahib olursan, bir ildən sonra tamam ya qollarında kökəlmə baş verir, ya kürək nahiyəndə və yaxud da üz nahiyəndə, ən çox da üz nahiyəsi bizləri narahat edir ki, ilk keçdikcə üz nahiyəsində sallanma olur, əzələ boşluğu yaranır, gözlər ətrafı qırışır. Yəni bunun səbəbi bizim keçirmiş olduğumuz 2 il, 3 il öncə, 4 il öncə olan əməliyyat deyil. Bəzən pasiyentlər hər bir özündə olan problemi keçirmiş olduğu plastik əməliyyatla əlaqələndirir.
Amma plastik əməliyyat olunmusan deyə sən qocalmayacaqsan, sən yaşlanmayacaqsan, dərində elastiklik itməyəcək, bədəndə deformasiya olmayacaq deyəcək bir şey yoxdur. Deməli, il keçdikcə hormonal səbəblərdən, stressdən, ola bilər doğuş edib, ola bilər kökəlib. Bu biraz mədə kiçiltməyə də bənzəyir. Birində alınır, birində alınmır, biri arıqlayır, biri arıqlamır. Bəs o zaman bunu izah edək əməliyyatdan öncə. Tutaq ki, olundu, çox gözəl ideal əməliyyat elədiniz, abdominoplastika və yaxud da estetik cərrahiyyə üzdə, bədəndə. Bunu qorumaq üçün bir müddət nə etməlidir? Əlbəttə ki, mən pəhriz vurğuladım. Pəhrizi saxlamaq lazımdır və vaxtaşırı, ildə bir dəfə hamı check-up müayinədən keçsin. Çünki analizlərə diqqət etirsəz, siz demişkən hormonal bir dəyişikliklər var. Və yaxud da ki, bilinməyən bir səbəbdən, genetik səbəblərdən ola bilər, hər hansı bir stres faktorunun nəticəsində ola bilər ki, hormonal balansın pozulub. Bunun nəticəsində də kökəlmə baş verir. Adicə dəmir çaşmazlığından kökəlmə, vitamin D çaşmazlığından kökəlmə olur. Yəni bizlər bunun balansını saxlamalıyıq. İdmanla məşğul olmalıyıq. İdman deyən zaman bəzən pasient deyir ki, mən əməliyyat olunmuşdumsa, niyə idman etməliyəm? Yəni əməliyyat olunmusan deyəsən, pəhrizini poza bilmərsən, idmandan qala bilmərsən, sağlamlığından qala bilmərsən, bunlara əlbəttə diqqət yetirməlisən. Yəni birinci özün öz sağlamlığınla məşğul olmalısan. Çünki il keçdikcə bunlar baş verəcəksə, əlbəttə ki, səndə deformasiyalar olacaq, səndə dəyişikliklər olacaq bədən quruluşunda. Biz hətta əməliyyat eləyən zaman mən sinə kiçiltmə, böyütmə əməliyyatları daha çox elədirdim. Bir zamanlar qarın gərmə, sinə kiçilmə, liposuksiya, komple əməliyyatları çox icra eləmişəm. Və əməliyyatdan sonraki dövrdə pasiyentə hər zaman deyirik, çalışın, çəkinizi saxlayın. Arıqlasaz və yaxud da kökəlsəz, bədən quruluşunuzda fərqliliklər yaranacaq. Söhbət 3-4 kilodan getmir. Söhbət 10, 20, 20 kilo çəki alan zaman bizim verdiyimiz nəticə, verdiyimiz bu əməliyyatın nəticəsini siz görməyəcəksiniz. Və yaxud da ki, bir 15-20 kilo arıqlayacaqsınızsa, fərqli bir görüntü əldə edəcəksiniz. Bəs yaxşı, bunu qoruyanlar olub. Məsələn, 5 il əvvəl eləmişsiniz, amma indiyə kimi fit görünüşdür, hər şey yerindədir. Mən səhifəmdə diqqət etirsəz, illər öncə etdiyim pasiyentlər var, onların şəkilləri var, 6 il, 7 il, hətta 10 il. Vaxtaşırı mən o pasiyentləri qoyuram. Bəzən izləyicilər deyir ki, siz təkrar şəkillər qoyursunuz. Deyirəm, yox, təkrar deyil. İllər keçdikcə mən o pasiyentləri qoyuram ki, bəzi pasiyentlərim doğrudan da var ki, özünü verdiyim, ona bəxş elədiyim bu gözəlliyi saxlaya bilir. Əgər kimsə onu qoruya bilməyəcəksə, o bizim günahımız deyil. Hətta 3 ildən sonra biz ümumiyyətlə həkimlərin hər biri etdiyimiz əməliyyata cavabdeh deyilik. Çünki dediyim kimi, əgər nekroz yoxdursa, əgər deformasiya əməliyyatdan sonra yoxdursa, etdiyin əməliyyatdan 6 ay ərzində biz 6 aya qədər pasiyentə ödemlər gedəcək, daha düzgün bədən quruluşu əldə edəcəksiniz deyirik. 6 aydan sonra, 1 ildən sonra, əgər hər halda 6 ay deməzdim, mən 2-3 il deyim, 6 ay, 1 il ərzində pasiyentlərdə zaten verdiyimiz nəticə qalır. Amma bu baş verir nə zaman? Hormonal disbalans pozğunluğu, qida pəhrizinin pozulması. Mən idman deməzdim. İdman deyəndə heç bir xanımız sevmir o sözü ki, idmanla məşğul olmağa vaxtım yoxdur. Yəni vaxtında bir sportla məşğul olsaydı, hər halda bu nəticə qalmış olacaqdı və o nəticəni də sən əldən edə bilmirsənsə, biz ona heç bir həqiqətən də cavabdeh ola bilmərik. Özlərinə baxsınlar xanımlar. Doktor, tutaq ki, baxa bilmədi. Bir dəfə bədən şəkilləndirmə edib, kökəldi, piylənmə baş verdi. Orada əməliyyatın artıq yeri də var, izləri də var. Edilib bir dəfə, 2 dəfə olunub. Bəs yaxşı 3 ilə, 5 ilə bu yenidən əməliyyata gəlməlidir? Yəni korreksiyalar var. Bizim əməliyyatlar elə bir plastik əməliyyatlar elə bir əməliyyat siyahısındadır ki, korreksiyalar deyirik biz ona. Yəni müəyyən yenidən işləmlər etmək, yenidən bir bədən quruluşunda az miqdarda edəcəyimiz bir şeylər varsa, onu icra edək. Səkinə xanım, xüsusən gənc xanımları, məsələn, yoldaşı olan xanımları və yaxud doğuşdan sonra, keysəriyyədən sonra xanımlar razıdırlar əməliyyata getməyə, amma bir dənə məsələ var ki, çapıqlar.
Son zamanlarda çapıqlar da paylaşılır, biraz insanları qorxudur. Bu məndə qalacaq. Ümumiyyətlə çapıq izi hansı əməliyyatda çox qalır, hansında biraz belə fərqli ola bilər? Nədən asılıdır bu? Çapıqlar bizi ümumiyyətlə ən çox narahat eləyən yəni əsas bir mövzudur hal-hazırda bizi və pasientləri. Əməliyyatdan sonrakı dövr hamı istəyir ki, ideal bir görüntüsü olsun, çapığı qalmasın. Ümumiyyətlə müayinə zamanı biz pasientlə danışanda bir bədən quruluşuna baxırıq. Hər hansı bir iz varmı, çapıq izi varmı və bu iz necə sağalır? Birinci sualımız o olur hər halda. Keloid görürüksə, çapıq izi görürüksə, pasiyentə izahını veririk ki, əməliyyatdan sonra bax bu qalma ehtimalı var. Çünki mən nə qədər də gözəl əməliyyat eləsəm, sənin bədən quruluşun, dəri və dərialtı toxumağının verdiyi bir cavab reaksiyasıdır bu. Heç nə edə bilmirik bəzən. Amma müasir dövrdür. Əlbəttə ki, müasir dövrə gəlmiş çıxmışıq. Nəyə görə çapıqlar qalmalıdır, nəyə görə izlər qalmalıdır? Müasir avadanlıqlar var, müasir saplar var. Mən demək olar ki, istifadə etdiyim saplardır, avadanlıqların hər biri müasirdir. Yəni dünya ölkələrinin plastik konfranslara gedir. Plastik cərrahların son istifadə etdiyi saplardan istifadə edirik ki, keloid verməsin, iz saxlamasın. Amma nəticə etibarilə bəzən əlbəttə ki, izlər qalmış olur. Hətta fikir versəz dəri süzülmüş kimi olur. Bunların səbəbi dəridir. Dəri və dərialtı toxuma. Dəri əgər kollagen sintezi həddindən artıq çoxdursa, keloid verəcək. Kollagen sintezi azdırsa, kollageni azdırsa, xüsusi bir iz qoyacaq. Bu dərinin kollageni normal olmalıdır. Biz bunu necə təyin eləyək? Bunu təyin etmək ancaq dediyim kimi vizual olaraq görüntüyə baxacağıq ki, dəridə çapıq, hər hansı bir iz və yaxud da ki, bədəndə dəri üzərində olmuş bir adicə bir cızıq olsun, necə sağalır? Onun nəticəsində kollagen sintezini, yəni xüsusi bir müayinə üsulu yoxdur ki, kollageni dəridə yoxlayasan. Zülalı yoxlamalısan, vitamin C-ni yoxlamalısan, zinc yoxlamalısan. Bunun nəticəsində bir də dediyim vizual olaraq dəqiq bilə biləcəyik ki, bu çapıq qalacaq və yaxud da qalmayacaq. Nə edirik? Pasientlərə əməliyyatdan öncə xüsusi vitaminlər veririk. Əməliyyatdan sonraki dövrdə xüsusi preparatlar veririk ki, çapığı bədən saxlamasın. Saplardan istifadə edirik ki, çapıq qalmasın və qulluqdan çox şey asılıdır. Biz əməliyyatı icra edirik. Əməliyyatdan sonraki dövr var. Pasiyentin yarıya qulluq dövrü var. Pasiyent 2 gün, 3 gün klinikada qaldı. Müəyyən bir qulluğun icra edildi. Əməliyyatdan sonraki dövr evə gedir. Bəzən elə bərbad baxışlıq pasiyentlər gəlir ki, yaraya baxanda mən az qalıram ki, ağlayam. Niyə? Axı mən bu yaranı çox gözəl işləmişəm. Sən bunu evdə niyə infeksiya salmısan? Sən niyə gedəndən sonra bu yaraya qulluq eləməmisən? Hətta infeksiyalaşmış yaranın da sağalması gələcəkdə çapıq izinin qalmasına gətirib çıxara bilər. Yaranın gərgin tikilməsi, yara gərgin tikilərsə, gələcəkdə çapıq izi qala bilər. Həkimin üzərinə düşən o məsuliyyəti həkim düzgün yerinə yetirdikdə biz onu ilk 4-5 gün görürük. Əməliyyatdan sonraki dövrdə yaranı abrabotka eləyən zaman, yəni işləmə zamanı xüsusi plastırlar var. O plastırları qoyuruq, bir həftə plastırdan qalır. Mən o plastırı açan zaman yara xəttini göstərirəm pasiyentə, deyirəm, gör necə gözəldir, heç də iz də qalmayıb. Bundan sonraki dövr sənin öz dövründür, qulluq dövrüdür. Yəni, əməliyyat tək həkimə aid olacaq bir işləm deyil. Əməliyyatda pasiyentlə ikili rol oynayırsan. Pasiyentin qulluğu və sənin icra etdiyin əməliyyat. 1 ay sonra, 2 ay sonra pasiyent gəlir, keloid verib. Yəni deyirəm, o nə pasiyentin günahıdır, nə həkimin günahıdır, bədənin verdiyi reaksiyadır. Amma əməliyyatın ilk bir həftəsi hər şey normaldırsa, əməliyyatdan sonraki dövrdə infeksiyalaşma olursa, yarada ona həkim hər halda əlbəttə ki, cavabdeh deyil. Çünki pasiyentin evdə qulluğu var. Evdə qulluq zamanı başa salırıq, əlcək geyinin. Mən pasiyentlər evə gedəndə belə bir yazı verirəm əllərinə. Yaralara əlinizlə əl vurmayın. Yaraları işləmə zamanı steril əlcəkdən istifadə edin. Yəni, bunlar hamısı önəm daşıyır. Bunlara riayət eləyəcəksənsə, sənin əməliyyatından sonraki dövrün, çapığın, yaran çox gözəl olacaq. Yox, əgər qulluğun da zəif olacaqsa, həkimin işini
vurursan yerə. Həkimin icra elədiyi o gözəlliyi sən öz əllərinlə batırmış olursan. Yenə deyirəm, əməliyyatdan sonra pasiyenta o qədər məlumatlar veririk ki, necə qulluq eləməlisən, hansı preparatı içməlisən, hansı preparatdan istifadə etməlisən, ondan sonraki dövr nə etməlisən. Bunlara riayət olunduqda nəticəmiz də gözəl olur. O zaman əməliyyatın uğuru 50-50-yədir. Bəlkə də 70-in 30-adır. Əlbəttə ki. Bir əməliyyatın çox uğurlu və artıq problemsiz keçdiyini göstərən 5 həmin o simptom, 5 əlamət. Ki, hardan demək olar ki, bu əməliyyat uğurlu keçdi? Hər halda ilk sutkada biz yaraların işləmini edirik. Yara açılır və baxılır. Baxış zamanı qızartı yoxdursa, orada gematoma dedim, qan yığılma bir sahələr yoxdursa, bu zaman bizim əməliyyatımız normaldır. Və yaxud da tikiş xəttinə baxan zaman tikiş xətti bizim ilk öncə icra etdiyimiz kimi qalmışdırsa, bu bizim üçün bir uğurdur. Pəhrizinə yenə də diqqət yetirməlidir. Pasiyentə verilən hansı ki preparatlardan istifadə edəcək, o preparatlar düzgün vaxtında işlədilməlidir, iynələr vurulmalıdır, mazlardan istifadə olunmalıdır. Digər dövrdə dediyim kimi, bu zaman əməliyyat olunmuş pasiyent yeməyinə diqqət yetirməlidir. Az da olsa qidalanmalıdır. Yəni bəzən fikirləşirlər ki, mən qidalanmayım, daha çox arıqlayacağam, daha düzgün, yəni nəticə əldə edəcəm. Xeyr, qidalanmasına fikir verməlidir. İlk qeyd edək ki, bu haqqda danışmadıq, siqaret və içki. Siqaret və içki içən pasiyentlərimizdə əlbəttə ki, əməliyyatdan sonraki dövr normal keçmir. Yaralar yenə də sağalmasında biz nəticəni görmək üçün mütləq olaraq nikotini dayandırmalıyıq, içkini dayandırmalıyıq ki, bu yarada çapıq izi qalmasın, yara tez sağalsın. Əməliyyatdan sonraki dövrdə bizim verdiyimiz korsetlər. Korset mütləq istifadə olunmalıdır, mütləq geyinilməlidir və çıxardılmamalıdır. Bəzən pasiyentlər korsetdən istifadə etmək istəmir, məni narahat eləyir, geyinə bilmirəm. Əməliyyatdan sonra sənin geyindiyin korset sənin əməliyyatının 50% nəticəsini düzgün verməsi deməkdir. Çünki şişkinlik yaranır, icra etdiyimiz əməliyyatlardan sonra ödemlər yaranır. Bunun qarşısını almaq üçün geyinəcəyin korsetdir. Korseti daha kip, daha sıx geyinməlisən. Yəni, siz bəyəxi düzgün vurğuladınız, 50-50 olmalıdır. Yəni, həkim, xəstə bir-birinə qulaq asmalıdır və bir-birinin dediyini icra eləməlidir. Qulaq asan pasiyentləriniz, xanımlar gözəldirlər. Əlbəttə gözəldir. Dediyim kimi, dərmanlardan düzgün istifadə etmək, pəhrizinə diqqət yetirmək, pəhriz dediyimiz o demək deyil, qidalanmamaq. Yəni, qidalanmasını normal etmək. Əməliyyatdan sonraki dövr biz deyirik, pəhrizə başlamaq lazımdır, pəhrizə başlamaq. Korsetini normal geyinmək, əməliyyatdan sonra bir yürüyüşlərə, yəni bir bədən idmanı ilə məşğul olmaq ki, ödemini tez açsın, tez aktiv. Aktivlik bizim əməliyyatın əsasıdır. Pasiyentə deyirsən, tənbəl pasiyentlərimiz olur, durmaq istəmir. Aktivlik, bədən gimnastikası, yəni idman deyəndə ağırlıq qaldırmaq demirik, bədən gimnastikası və nəhayət bizim yaralı yerimiz pasiyentlər tez istəyirlər iş həyatına qayıtsınlar. Hər bir xanımın özünün iş həyatı var. Yəni biri necə deyim, saç ustasıdır, biri müəllimədir, biri həkimdir və biz bunları anlata bilmirik ki, məsələn, sən gedib həmən 4-5 gün sonra aktivlik dedən zaman aktiv olum, gedim işimlə məşğul olum, yox. Aktivlik bədənin xüsusi yüngül gimnastikası, yəni hərəkətlər, gəzintilər ki, bədəndə olan bu limfa sistemində limfa dolaşımı düzgün getsin, qan dövranı düzgün getsin. Yəni bunu da qarışdırmaq olmaz və ağırlıq. Pasiyentlərimiz var, zəng edir, ağırlıq qaldırdım, bilmədim doktor, yaramda açılma oldu. Bəzən bir pasiyentim var idi, yoldaşı şikayət edirdi, əməliyyatdan gedəndən sonra 5-ci günü yoldaşım deyir, stolu tərpədir, divanı yerindən tərpədir, o evi təmizləməklə məşğuldur. Yəni bu şeylər yol verilməzdir. Yəni mən bunu danışıram, bəzən bizi dinləyənlər deyəcəklər, onu etmək mümkün deyil, amma edənlər var. Bir 10 pasiyentdən bunu 7-si etməyəcəksə 3 edəcək. O zaman yara açılacaq. Yəni, bu şeylərlə rastlaşmışıq, etmək olmaz. Və yaxud da ki, blefaroplastika eləyən zaman pasiyent saçını darayanda
yaraları 1-2 dəfə, 3 dəfə bizim başımıza gəlib yaranı açmasına gətirib çıxarıb. Biraz belə diqqətli olmaq lazımdır əməliyyatdan sonraki dövrdə ki, yaralarımızı necə qoruyaq? Yaraları qorumaq üçün yenə deyirəm, gəlib çıxırıq. Həkimin dediklərinə qulaq asmaq lazımdır. Ağırlıq götürməmək, həddindən artıq iş həyatına tez qayıtmamaq, yəni 4-5 gün yox, bir 10 gün, 2 həftə özlərinə qulluq etməlidirlər ki, nəticə yaxşı olsun. Doktor, arıqlamağın digər yolunu da tapdılar, mədə kiçiltmə əməliyyatı. Sözün açığı göstəriş olduqda yaxşıdır, amma bu yaxında bir məşhur xanım, bir bloger, bir məşhur müğənnimiz də əməliyyat olundu və yaxşı arıqladılar. Həkimlər özləri deyirlər ki, o cərrahlar ki, biraz arıqlayın, göndərəcəyik, əgər sizə narahatçılıq eləsə, əzələ boşalması, sallanmalar estetik cərrahiyyəyə. Bu xəstələri nə vaxt əməliyyata götürməlisiniz və əməliyyat onların bədənini formaya saldı. Sonra bəs necə olacaq? Elə ən çox inanırsınız ki, narazıçılıq yaranan pasiyentlərdən də biri mədə kiçiltmə olan pasiyentlərdir. Mədə kiçildilən zaman bütün bədən, dəri və dəraltı toxumu, əzələ boşalır və sallanır. Bu zaman əlbəttə ki, əməliyyata ehtiyac var. Qol gərmə, qarın gərmə, sinə kiçiltmə, bud gərmə. Bəzən pasiyent hər biri hamısını bir yerdə istəyir. Bütün əməliyyatlar bir yerdə icra olunan zaman mədə kiçiltmə xəstələrimizdə daha çox vitamin çaşmazlığı olur, hemoqlobin azlığı olur. Əslində bunlara tam olaraq diqqət yetirməlisən. Çünki əməliyyatdan sonraki dövr bu bizə problem yaşadır. Hemoqlobin yenidən düşür, vitamin çaşmazlığı və yenə də gətirib yaranın sağalmasına gecikdirir. Verdiyimiz formanın deformasiyasına gətirib çıxardır. Biz əməliyyatı il yarım sonra çalışırıq. Bir il yarım keçdikdən sonra elə. Çünki bir il ərzində tam çəki itirir pasiyent. Tam çəki itirdikdən sonra və biz cərrahlar əməliyyatı icra eləyə bilirik. Dəri və dəri altı toxumanın bərpası, əzələnin bərpası, dəri və dəri artıq dərinin, dəri altının götürülməsi əməliyyatlarını biz icra eləyirik. Bu zaman nə baş verir? Dərinin elastikliyi, vitamin çaşmazlığından dəri elastikliyi olmur. Dərinin kollagen sintezində müəyyən bir dəyişikliklər baş verir. Əməliyyatdan sonraki dövr bəzən hormonal olaraq balansın pozulmasından, bu hamıya aid deyil, bizim dediklərimiz bütün pasiyentlərə aid deyil, yəni fərdi yanaşılmalıdır. Bəzi pasiyent olur ki, yenidən mədə kiçiltmə əməliyyatı olunub, bir müddətdən siz dediyiniz kimi bir müddət keçdi və kökəldi. Bu bizim göz qarşımızda olan xanımlarda da, məşhur xanımlarda da baş veribdir. Əməliyyata hazırlaşıb, hətta əməliyyat icra eləsin, 1 ay, 2 ay bu əməliyyatın gedişini fikirləşib, biraz arıqlayaram, elətdirərəm. Biz 2 aydan sonra onu kökəlmiş vəziyyətdə görmüşük. Belə bir hadisə də olur və yaxud da ki, biz əməliyyat etdiyimiz pasiyentlərdən də yenidən bir 3 il sonra kökəlmələr baş verib. Mədə kiçiltmə eləyibdir, əməliyyatını biz icra eləmişik və kökəlmə baş verib. Bu zaman dəri o qədər genişlənir ki, sanki bir dar parçanı geyindirmisən özünə. Nə olur o zaman? Tikişlər aralanma baş verir, tikiş aralanır. Bu dəri də elə olur. Kökələn xəstələrdə, piylənən xəstələrdə dəri başlayır cırılmağa. Dəri cırılan zaman da dərinin xüsusiyyətindən asılı olaraq bütün dərilərdə də bu baş vermir. Yəni hamıya bu şamil olunmur. Elə bir dəri tipləri var ki, o dəri başlayır cırılmağa, sanki dəri süzülmüş kimi bir görüntü alır. Belə bir bizim bildiyimiz keloid qalınlaşma verir. Kollagen sintezinin azalması isə gətirib həmin o dərinin genişlənməsinə, cırılmasına səbəb. Hətta belə bir görüntü olur ki, 2 santim, 3 santim dəri genişlənməsi olur. Bu təhlükəlidir onun üçün? Təhlükəli deyil, sadəcə o estetik görüntü olaraq yaxşı görünmür. Təhlükəli heç bir şey yoxdur. Bizim etdiyimiz əməliyyatlarda demək olar ki, əməliyyatdan sonraki dövr, nekroz yoxdursa, yəni görüntü olaraq bir deformasiyan yoxdursa, 1 ildən sonra, 2 ildən sonra elə bir təhlükə əldə etmirsən, heç bir təhlükən yoxdur. Sadəcə olaraq dəridə olan cırılmalar baş verə bilər ki, o cırılmada estetik görüntü əlbəttə görünüş cəhətdən xoşa gəlməyəcək. Çıxış yolu nədə görürsünüz? Mədə kiçiltmə əməliyyatı edib, gəlib, gənc xanımda orta yaşlıdır. Yəni bu təcrübələrinizə qaynaqlanaraq artıq nəyə yox deyəcəksiniz? Yenə də pəhrizə, yenə də gələcəyi pəhrizə,
Analizləri verəcəksiniz vaxtında, ildə bir dəfə müayinələrdən keçəcəksiniz, pəhrizinizə diqqət yetirəcəksiniz ki, həddindən artıq əlbəttə bir pasiyent 20 kilo kök eləyəcəksə, bu bunun sağlamlığına da təsir eləyəcək. Gələcəkdə bir şəkər xəstəliyi tutmuş olacaqsınız, oynaq xəstəliklər tutmuş olacaqsınız, skelet sümük sisteminə ağırlıq verəcək. Yəni bunlarla nəticələnəcəksiniz. Doktor, doğuşdan və keysəriyyədən sonra o fartuk deyirlər, önlük kimi sallanmalar, bel genəlməsi, qarın izləri, çapıqlar, hər şey. Doğuşdan neçə müddət sonra əməliyyat olunmalıdır, keysəriyyədən neçə müddət sonra əməliyyat olunmalıdır? Bir zamanlar bir dəb hal almışdı. Keysəriyyə zamanı fartuk götürülürdü. Hal-hazırki dövrdə deyərdim ki, bu çox azalıbdır doğrudan da. Çünki o əməliyyat icra olunandan sonra pasiyent bizə müraciət edirdi. Bərbad bir görüntü idi. 4-6 ay keçirdi. Ödemlər gedirdi. Ödem gedən zaman o kəsilən fartukun yan hissələrində bir qulaqçıq kimi sallanmalar olurdu. Yəni istədiyi nəticəni hamiləlik zamanı bədən ödemlənir, bədən şişir. O ödem və şişin nəticəsində sən əməliyyat icra eləyirsən və 4 aydan sonra şişkinlik yatandan sonra həmin dəri artıqları özünü göstərmiş olur ki, bu da bir eybəcər görüntü yaradırdı. Bu səbəbdən biz mənə müraciət eləyib pasiyentlərə 6 ay sonra deyirdim ki, 6 aydan sonra gələ bilərsiniz. Yəni müəyyən doğuşlar etdikdən, hamiləliyi keçirdikdən 2-3 indi hamiləlik planlaşdırırsa, ondan sonra tam olaraq qarın gərmə əməliyyatına girmək məsləhətdir. Hətta mən qız uşaqlarına da dəri altı toxumanın götürülmə əməliyyatı eləyirəm və bu zaman düz əzələnin əgər deformasiya yoxdursa çalışıram tikməyim. Çünki gələcəkdə ana olmasına daha rahat olacaq. Əzələ və aponevroz qatı genişlənən zaman orada təzyiq yaranmayacaq, daxili təzyiq ki, bu da uşaqda gipoksiya yaradır. Bunu icra eləmək olmaz əslində. Amma siz nəzərə alırsınız, tikmirsiniz və ya tikirsiniz. Amma olubmu ki, O da gənc olub. qız uşaqlarında Bəli, qız belə? uşaqlarına onu eləyiblər ki, nəticəm yaxşı olsun, görüntüm yaxşı olsun, amma bəzən onun izahını vermək lazımdır ki, əgər hamilə qalacaqsansa, çalış 5 ildən sonra, diastaz yığılıbsa, 5 ildən sonra hamilə olsun ki, nə anaya, nə uşağa ziyan dəyməsin. Doktor, sizdə və digər yaxşı həkimlərimizdə xaricdən gələn pasiyentlər, xəstələri görmüşük, xanımlar ki, Latın Amerikasından, Braziliyadan, Türkiyədən, Rusiyadan gəliblər. Sizin də xeyli əcnəbi pasiyentləriniz var, xanımlar. Onlar da razıdır məncə. Amma birinci dəfə də deyil, bəlkə də çoxdan var bu tendensiya. Sizi həkim olaraq dəvət edirlər, özəl olaraq çağırırlar. O necə olur? Mən 1 ildir Özbəkistana gedirəm, Özbəkistanda çalışıram və Moskvada çalışıram. Məni özləri dəvət elədilər ilk öncə və fikirləşdim ki, mən ora getsəm necə olacaq? Axı öyrəşmişəm öz vətənimdə işləməyə. Özbəkistana gedəndən sonra o qədər sevdim ki, Özbək xalqını. Onlar da sanki özümüz kimi, yəni Azərbaycan xalqı kimidir. Hətta deyərdim ki, işdən yanaşırlar, doğmalaşmışıq biz oradakı pasiyentlərlə. Elə olubdur ki, bir ailənin mən 4-5 üzvünü əməliyyat eləmişəm. Hal-hazırda da Özbəkistan səfərimiz var və orada bir ailə var ki, 2 bacısını, anasını, gəlinini əməliyyat eləmişəm. İndi qızı üçün əməliyyat hazırlayıblar, hazırlaşırlar ki, gedib əməliyyat eləyəm. Orada tamam biraz mentalitet başqa tipdədir. Ailələr o qədər, bizdə hardasa bir 20 il öncə belə idi də. Hamı bir yerdə yaşayırdı, hamı bir-birinin yəni qulaq asırdı. Pasiyent gəlir, danışır, anam, bacım, yəni baldızım, hamı bir yerdə yaşayır və hamısı istəyir ki, sən onların ailə həkimi olasan. Dediyim kimi, bir-iki ailə var ki, demək olar mən onların ailə həkimiyəm, hətta doğmalaşmışıq, mən elə biləm, mən onların bir ailə üzvüyəm. Hər zaman gedəndə məni hədiyyələr edirlər, qonaq aparırlar. Hər halda əməliyyatlarımız yaxşı olmasa, bu yəni doğmalıq da olmaz. Yəni mən belə başa düşürəm. Sözün açığı ilk dəfə də eşidirəm ki, özəl olaraq həkim. Düzdür, bəlkə də olub praktikada, amma artıq mən o ölkəyə gedəndə yendirəm, mən sanki bir yad kimi getmişdim də, yad idim Özbəkistanda, amma indi Özbəkistanda çox doğmalaşmışıq o həmin pasiyentlərimdən. Yendirəm, bunun səbəbini mən belə başa düşürəm ki, hər halda gözəl nəticə veririk ki, onlar da yəni tələbat var, öz qohumunu, digər tanışını yönləndirir ki, doktor əməliyyat eləsin mütləq
olaraq doktor gəlsin, əməliyyat eləsin və bizim Moskva səfərimiz var. Moskvada Azərbaycanlılar dəvət eləyiblər bizi, orada klinika var, orada əməliyyatlar icra eləməyə. İnşallah ki, digər həkimlərimiz də var. Mən də Azərbaycanda çox həkim var ki, bu sevindirici haldır. Əvvəllər biz həkimləri dəvət eləyirdik bura ki, Türkiyədən gəlsin, Moskvadan gəlsin. Bu sevindirici bir haldır ki, bizim həkimlərimizin, hətta mən yəni dostlarım var ki, 2-3 bir həkim tanışlarımız var ki, onları hətta İtaliyada, onları digər Amerikada çağırırlar ki, siz gəlin bizdə əməliyyatlar eləyin. Yəni bu tip doğrudan da Azərbaycanda tanınmış bir həkimlər var ki, dünya ölkələrində də onlar tanınır. Sözün açığı tibbi jurnalist kimi mən də görmüşəm ki, 5 il əvvəl xaricdən həkimlər çox gəlir. İndi elə bir seyrəkləşmə var. Ümumiyyətlə gəlmirlər, ehtiyac olmur. Ola bilər bəzi dar ixtisaslar gələ bilər. Doktor, belə çıxır ki, bizi özümüzdən başqa hamı bəyənir, hamı qəbul edir. Yox, deməzdim. Niyə? Bizdə də sevənlər var. Mənim üçün bugün Azərbaycanlılar gəlir. İsraildən, Almaniyadan, yəni Azərbaycan vətəndaşları gəlir. Azərbaycanda olan da bölgələrdən çox gəlirlər. Yox, bizim xalq, bizdə sevənlər çoxdur. Xalqımız bizi sevir. Sosial şəbəkələrdə həkimlər olan hücumlar, məsələn, bəyənməmək, daha çox linçləmək. Yüzlük içində bir olan zaman o demək deyil ki, səni çox sevmirlər, istəmirlər. O yüzlərlə insanın içində 1-2 nəfər hər halda o demək deyil ki, biz depressiyaya düşək, özümüzə qapanaq ki, vay bizi istəmirlər. Mən elə düşünmürəm. İstəyənlər də çoxdur, sevənlərimiz də çoxdur, əməliyyatlarımıza gələnlər də çoxdur. Siz necə düşünürsünüz? Öz aranızda necə müzakirə edirsiniz? Ümumiyyətlə bu məsələlər, bu səhiyyədə baş verən bu həkimlərlə bağlı şikayətlər əsassız, əsaslı. Bunlarla baş etmək üçün və mübarizə aparmaq üçün bir təklifiniz nədir? Bir varmı ki, bu necəsə bitsin və sizə necə təsir eləyir? Əlbəttə pis təsir eləyir. Dediyim kimi bu günlərim başqa ölkələrə dəvət olunan həkimlər üçün öz ölkəmizdə sosial şəbəkədə, yəni bu dövlət qurumları tərəfindən deyil, sadəcə olaraq insanlar hər hansı bir sosial şəbəkədə bir insanın öz fikridir, onu bildirir və onu bir ajotajla bildirir. Yəni bunlar olmamalıdır. Dövlət qurumlarımız var, necə deyim, sistemlər var, hansı ki bu işlə məşğul olur və kimin haqlı olduğunu aşkara çıxardır. Qanunlarımız var. Dediyim kimi burada 3 il, 4 il, 5 il əməliyyat olunmuş pasiyentlər geri dönüş eləyən zaman hər halda bizim heç bir günahımız yoxdur, amma biz bunu anlata bilmirik. İnsanlara anlata bilmirik ki, bunun mənim icra elədiyim, məsələn, əməliyyatdan sonraki olan bu normal olmayan görüntü nəyin hesabınadır? Biz bunun izahını ya gərək bütün günü həkimlər də otursun sosial şəbəkədə, özünü necə deyim, doğrultsun, özünü müdafiə eləsin, amma ona da bizim vaxtımız yoxdur. Bəzən bəzi həkimlər çıxır, özünü müdafiə ilə məşğul olur, amma nə qədər adam yorulur biraz. Çox çətin yorulur, həm də doğrudan da həkimə də təsir eləyir bunlar. Yəni məndən başqa da bəzi həkimlər var, tanınmış həkimlərdir hər biri. İndi ad çəkmək istəmirəm. Tanınmış həkimlərin də özünüz görürsünüz sosial şəbəkədə. O dediniz burun həkimi, rinoplastiklər var, göz həkimləri var. Yəni bu dərəcədə həkimi də aşağılamaq, bu dərəcədə həkimi təhqir etmək, hər halda bunlar bir cəzalanmalıdırlar da. Bunları da nəsə yəqin ki olacaq. Hüquq müdafiə orqanları tərəfindən, mühafizə orqanlarımız tərəfindən nəsə icra olunacaq ki, bu dərəcədə də olmaz. Sonuncu sualım budur ki, Səkinə Xudiyeva, doktor Səkinə Xudiyeva, cərrah Səkinə Xudiyevanın imzası olan xüsusi əməliyyatlar hansılar? Yəni siz bu işin asısınız. İndiki dövrdə biraz çətinliyə düşdük. Niyə çətinliyə düşdük? Çünki plastik cərrah kimi hər zaman özümüzü təqdim eləmişik ki, biz plastik cərrahlarıq. Çünki dediyim kimi bir 10 il plastik cərrah kimi mənim fəaliyyətim var və mən plastik cərrah kimi işlədiyim dövrdə indi hal-hazırda sertifikat olaraq ümumi cərrah sertifikatımızı aldıq. Bu dövrdə, yəni cərrah işlədiyim dövrdə mənim ən çox sinə kiçiltmə, sinə böyütmə, qarın gərmə əməliyyatlarım olub ki, həqiqətən də insanlar tərəfindən, pasiyentlər tərəfindən
tərəfindən bəyənilibdir. Bəzən özüm də eşitmişəm, deyirlər sinə kişitmə əməliyyatı və yaxud da sinə əməliyyatı deyəndə Səkinə xanım yada düşür. O mənə əlbəttə ki, bir xoş təsir bağışlayır ki, bir qadın cərrahı olaraq mənim adım yəni səslənir ki, bu filan məsələn əməliyyatı daha gözəl, daha yaxşı kim eləyə bilər? Səkinə Xudiyeva eləyə bilər. Xoş təsir bağışlayır mənə. Amma mən özüm üçün deməzdim də. Mən bu əməliyyatı eləyirəm. O hərdən sual verirlər ki, anaya hansı övladı çox istəyirsən onu cavab verə bilmir. Bu da onun kimi bir şeydir. Mən cərraham, dediyim kimi 2006-cı ildən institut qutarandan mən 2008-dən deyərdim bir praktik olaraq fəaliyyətə başlamışam. 2010-da tam olaraq cərrah kimi başlamışam və bu dövrlər gəlir 18 ilə çıxırdı, 18-19 ilə. Yəni bu sənət mənim övladım kimidir. O əməliyyatı ayıracaq bir durumum yoxdur. Bu əməliyyat daha gözəl eləyirəm. Mənə sorsanız, mən əməliyyatların hamısına doğrudan da ürəyimi qoyuram, canımı qoyuram və pasiyentin daha gözəl nəticə əldə etməsi üçün əlimdən gələni edirəm. Təşəkkür edirəm Səkinə xanım. Bir daha xatırladım ki, bugünkü qonağımız tibb üzrə fəlsəfə doktoru, dosent, cərrah Səkinə Xudiyeva idi və izləyicilərimizə təşəkkür edirik.